Həyasız, ədəbsiz insanla yola getmək çox çətindir. Çünki sən bir söz deyirsən, o sənə 5 cavab qaytarır. Sən sakitcə fikrini bildirirsən, o isə sözü başqa yerə çəkir, mübahisə yaradır. Hər cümlədən problem çıxarmağa çalışır. Burada bir şeyi bir-birinə qarışdırmamaq lazımdır ki, sözünü yerində və üzə demək başqa şeydir, həyasızlıq başqa şeydir. El insan var ki, sənə xoş gəlməsə belə həqiqəti üzünə deyir. Amma bunu müəyyən bir ədəb çərçivəsində edir. Qarşısındakı insanı təhqir etmir, alçaltmır, sözü mübahisəyə çevirmir. Deyir, ədəbli ədəbindən susdu, ədəbsiz də dedi ki, gör onu necə susturdu. Mirzə Ələkbər Sabirin belə bir şeiri var, deyir ki, insanda yoxdursa ədəb, neyləsin mədrəsə məktəb. Oxuyub alim də olsa, yenə ki eşşək. İnsanın təhsili, biliyi, vəzifəsi pulu ola bilər. Amma davranışında ədəb və hörmət yoxdursa, bütün bunların nə mənası var?